Bəzi şeylər dediyim kimi oruc tutan şəxsə məkruhdur. Nələrdir onlar? Məsələn, halsızlığa səbəb olan hər bir iş, oruc tutan üçün məkruhdur. Məsələn, qan verməkdir, hamama getməkdir, bu kimi şeylər ki, əgər halsızlığa səbəb olursa, onda bu iş məkruhdur. Ətirli bitkiləri iyləmək. Ətirli bitkilərdən söhbət gedir burada, diqqət eləyin. Ətir vurmaqdan söhbət getmir. Ətir vurmaq məkruh deyil. Yəni, onun iyisi ki, gələcəksən, onu eləyəcəksən, bu məkruh deyil. Amma ətirli bitkilər var ki, məsələn, güllər və s. bu kimi şeylər, onları iyləmək oruç tutana məkruhdur. Və eyni zamanda digər məkruh olan əməl budur ki, əynində olan paltarı bir insan islatmaq. İslada, yəni yaş paltar geyinir. Məsələn, adətən bu isti havalarda daha çox olur, istilənir və s. Əynində olan paltarı isladır, o şəkildə geyinir. Daha sonra rütubətli misvak çubuğu ilə dişləri təmizləmək. Misvak çubuğu dişləri təmizləmək üçün olan bir şeydir, vasitədir. Bundan istifadə eləmək də oruç tutan şəxsə məkruhdur. Sonra diş çəkdirmək, ümumiyyətlə ağızdan qan gəlməsinə səbəb olan hər hansısa bir iş oruç tutana məkruh sayılır ki, bu işi gərək çalışıb görməsin. İndi zərurət olsa, məcbur olsa, bunlar indi daha məcburdur da bu işi görürsün. Çünki mümkündür o diş ağrısı və s. bunun oruç tutmasına da mane olur. Bu halda bu işi görə